Ulu Tanrı'nın adıyla bugün May ayının 24'ü 2025 beraberdir Xurdad ayının 3'ü 1404. Təbriz vaxtı ilə 21:30 şənbə gündür. Sayın Doktor Rəhim Ağbayraqla 40-cı proqramımızı keçirməkdəyik. Bugün proqramı İç Oğuzlar, Sakalar haqda olacaqdır. Ancaq Saka mədəniyyəti harda şəkillənib, harda inkişaf edib, maddi və mənəvi əsərləri nədir? Bunlara cavab və çoxlu bilgilərin, incəliklərin Sayın Doktor Rəhim Ağbayraq cənablarından eşidib öyrənəcəyik. Ancaq qısa desək, Sakalar Türkiyədə, Qafqazda, Orta Asiyada və İran bölgələrində yaşayıblar. Profesor Zəki Vəli Tuğan və Doktor Bəxtiyar Qanşayev kimi tarixçilər Sakaları ön türklərin fərhəngi anaları kimi də qəbul ediblər. Saka iç Oğuzlar at minmədə, dəmirçilikdə, toxunma və nəssazi sənətlərində ustad olublar. Buna açıq aydın örnək olaraq dünyanın ən əski qalisi və fərşi Pazik adında Sakalara aiddir. Mənəvi əsərlərə gəlirsək, Sakaların Oğuznamə əfsanələrində də adları daxil olmuşdur. Ancaq bugünün bərnamələrimizin başlıqlarına gəlincə. 1. Başqa təməddünlərdə Sakaların adı. 2. Saka dili və ondan qalan sözlər. 3. Sakaların hakimiyyət sahəsi. 4. Bizans qaynaqları necə Sakaları türk adlandırmışlar, amma masonların fəaliyyətləri başladıqdan sonra dəyişildirilibdir. 5. Dünyada tarixi qaynaqlara bir baxış və niyə bu mənbələri farsi dilə tərcümə etmirlər? Söhbətlərimizin incə detallarını Doktor Rəhim Ağbayraq cənablarından eşidəcəyik. Sayın Doktor Rəhim Ağbayraq cənabları, mikrofon və söz sizdədir. Xoş gəlmisiniz. Salam. Xoş gördük Eliyar bəy, başda Kimya xanım və Özgür bəy, bütün yoldaşlar ki zəhmət çəkirlər. Biz bu günlərimə 40-cı bölümə yetişirik. Yəni necür ola bilər bir fərhəng camə, bir binövrə, bir kök əvəz ola. Bu cür aram hövsələli, mətin, məqul, elmi qədəmlərlə ola bilər. Haykü ilə hubab kimin olar. Su dərin olanda səssiz olar. Bunu hamımız eşitmişik. Çinlilərin bir qəşəng sözü var. Deyər o adam dağı götürüb ayrı yerə apardı ki, başladı bala-bala daşları aparmağa. Yəni aram elə bu daşları aparmaqla bir zaman görəsiz ki, dağ getdi ələ. Əgər biz istəsək islah eləyək, o tarixi ki təhrif olubdur. Məxsusən bu 200 ilin içərisində ya 250 ilin içində düzün desək kompaniya Hind Şərqi istismarı bir kompaniya ki Hindistana gəldi və Asiya müsəllət oldu və bu mənafe və mətame istismarı üçün başladı buranın tarixin, xüsusən türklərin mədəniyyətin və tarixin aşağılamağa, gözdən keçirtməyə və ignor eləməyə, yəni bunu nadidə tutmağa. Biz əgər buna baxanda bir böyük bölümdə Sakalara aiddir. Və bu günlərimə bunu danışırıq. Çox sənədlər, mənbələr mən Telegrama vurdum ki, sonra deməsinlər ki, bunu özü deyirdi. Hətta kitabların səfələrində getdim, oralara xətt çəkdim ki, hardan deyirəm, hangi kitablardan deyirəm ki, burada deyəndə birin ürəyi üşünməsin. Müstəqim getsin elə orada o kitabın adını, o mənbəyə baxsın. Çünki biz 3 dənə də əsası bir kitabı ki, ümumən də o Səlcuqlardan qabaq, yəni zamanı ki deyirlər bu məntəqə Azərbaycan türkləşibdi. Hələ bunların başlı qulaqları bu sözü deyir də. Onlar ki bir miqdar aptaldılar, məğzləri çiçikdi. Onlar deyirlər yox, elə Səfəviyyəzən hələ bura fars idi. Onlar ki bizlərə hələ muzuddular bu cürsünə deyim və təbəhkartərdilər. Onlar deyirlər Səlcuq zamanı.
mən mənabeyü bu gün gətirəcəyəm ki, ondan da qabaqdılar. Yəni Yunan mənabə, həmin mənabəyi ki sizə Kuruşu yaradıbdı, həmin mənabəyi ki Xəşayar şahı yaradıb. Əgər siz onları qəbul edirsiniz, pəs bunları da qəbul eləyin. Hərçənd ki, bu günlərimə tarixi rəvayin üstündə çox tərcih edir. Mən amma Şakiləni gətirirəm mənabə arkeolojinin üstünə təzəşdan. Çünki buna çoxtər etiqadım var ta mənabə rəvai dəst دوم 2000-ci əl o ki Herodot bunu dedi, bilmirəm Gezenfon bunu dedi. Biz onları qoyuruq 2000-ci plana. Amma əgər 1400 il 1400 Hicri Şəmsiyə müraciə eləyək, yəni 4 il bundan qabağa bir kitabı Azərturan İntişaratı Təbrizdə çıxartdı və bunu bir dilçi, yəni doktorası var dilçilikdə, ağay doktor Rəhman Purəkbər Xiyavi. Meşkin şəhər Xiyavda özündə cələsələri vardı. O cür ki mən eşitmişəm. Qabaqcanda, yəni neçə il bundan qabaqda Sumerə görə kitab yazmışdı 2 dənə. Hətta xanım rəhmətli professor Müəzziz Elmi ilə də görüşü olmuşdu. Bu bir kitab yazdı və o kitabı məndə mərifə elədi. Mətn Səkai Bistunun mətnindən. Yəni oradakı üç dildə həxamənişi dillər vardı. Əkidi vardı və ilamı vardı. O ilamını mətn Səkai bu adlandırdı. Vaqti bunu vurdum, kulli təfrih bu İran şəhərlərə çıxdı. Yəni həmişə kimin be jayin ki elmi nəqd eləyərlər və fikr eləyərlər, bunun üstündə təhlil eləyərlər, rədd eləyərlər. Biləxərə bu kitab indi mənim əlimin altında 308 səhifədir. Və hər səfəsində kulli mətalib gəlibdi bu doktorای zabanşinası vardı. Məmuli bir fərd yazmayıb bu kitabı. Eləyə bilərdilər nəqd eləsinlər. Amma buna güldülər. Mən bu gülümsələri qoyuram kənara. Hətta biz əgər fərz tutaq Esalət Kətibi Bistuni, yəni deməyək ki, bunu Rawlinson yazıbdı və deyək elə bu əvvəldən var idi, tayfə həqamənişi var idi Hindistandan ya Aşurdan, Yahuddan qarışıq bir tayfə pūçəki var idi. Balaca bir tayfə gəliblər orada yazıblar. Ya yox, əkidisi var idi məsələn və ilamısı var idi, amma həqamənişini sonradan artırıblar. Çünki orada çox məşkuk bir ittifaqlar düşübdür. Siz görürsünüz ki, mən qabaqcanda əkslərdə vurmuşam. Bir qisməti az kətibə kullən silinib, məsələn sağ tərəfdə və kəsilibdir orada məsələn bir adam çıxıbdır. Ya yazıyı gətiriblər aşağıda yazıblar. Bunlar cədid işlərdilər də bu işləri görüblər. Amma çün müstəqil təhqiqat olunmur bu moridində, bunların üstü açılmayıbdır. Bəra ki bu kitabın moridində bir miqdar dərinтər baxaq, gəlin gedək 1870-ə. Yəni o zaman ki əslən bu bəhslər yox idilər. Andreas David Murtamen adında bir mühəqqiq, dilçi. Səfhə 1 ta 85 bir uzun kitab vardı, ünvanı 24-cü cildində. Bu gəlir və deyir ki, bu Şuş, zəban Şuşi, yəni İlam dili ki, İranın əşa bölgəsində biz də qabaqcadan söhbət eləmişik, İlamlarda demişik, bunların türklərlə ilgisi var. O gətirib deyir, bunların dilləri türkü dildir. Hətta bir dikşneri, ayrı bir lüğətnamə də bunun üçün təhiyyə eləyibdir. Amma indiyəcən bunu görməyiblər, yəni bu umurunda bəhs olunmayıbdır. Hətta məsələn elmi bir dünyada bunun üstündə söhbət olunmayıbdır. Ağay Xiyavi demək olar əvvəlin İranlı idi, əvvəlin türk idi ki, gəldi bunu ciddi tutdu və bu kitabı yazdı. Əgər biz bu günlərimi bəs Sakalardan danışanda, Saka bir ümumi bir ünvandır. Ümumi bir ünvan hun kimin. Mən əlbəttə Saka çox məsələn az işlədirəm Saka. Mən iş Oğuz deyirəm. İş Oğuz üçün aşurlar işlədərdilər. Bir var siz gedəsiz uzağa, Yunanda deyəsiz ki, bunlara nə mənə deyirdilər? Skit deyirdilər onlar. Bir var gələsiz deyəsiz paslar nə mənə deyirdilər? Amma Farsı Bastançı deyirlər. Mən əslən o heç hesaba qoymuram ki, nə mənə deyirdilər. Onlar da Saka deyirdilər ki, mod olubdu dünyada. Amma əgər vaqe'i mənbə istəsək, Əsərhədun məsələn kətibələrində biz baxırıq görürük bunlara İş Oğuz deyiblər, İş Oğuz yazıblar. Mətnin dəqiq məsələn mən getdim xətt mixisini çıxartdım.
ki bu aşurlar buna nə mənə deyirdilər. Hətta bunu xətti meyxisi buzursunadı. Əvvəl 1 loqramdı iş, sonra 2 loqramdı Z ilə Ku ki quz oxunar ikisi ba هم və 2 dənə ondan sonra adı bir-birinin yanında ki Y və ya oxunar. Pəs nəcür olur səs? Bu cür olur. İş quz ya iş quzi. İş Oğuz, iç Oğuz ya diş Oğuz o qədər də məşhurdur və Dədə Qorqudda gəlib və söhbət olunubdur ki, biz görürük lap yaxın-tərin avayı ki, bizə bənzərliyi vardı, bunlarla. Pəs gəlin bu günlərimə. Biz hər nə mənə bu bölgədə var idilər, ilan oldular, hamısı iç Oğuzdular və bir diş Oğuz var. Diş Oğuz, onlarla ki, şəhərneşin dəyirlər. Yəni yaylaq qışlaq eləyirlər, çadırlarda yaşayırlar, çölçüdülər, qoyun saxlayırlar. Amma onlar ki təməddündə idilər, yəni şəhər düzəldirdilər, dəmirçilik edirdilər. O zaman biz bunlara iç Oğuz deyirik. Yəni şəhrin içərisində otururlar. Bunu saxlayın. Əgər bu günlərimə Gimri eşidirik, Manna eşidirik, bilmirəm Əşkaniyan eşidirik, Hun eşidirik. Hamısını biz Saka nəzərdə tutaq, hamısını iç Oğuz nəzərdə tutaq və dış Oğuz nəzərdə tutaq. Bu dəstəbəndi zehnimizdə saxlayaq. Ondan sonra bəli Manna da vardı, Əşkanlılar da var. Gələn bölümə Əşkanlılardan danışacağıq. Əgər Asiyay mərkəzi, qabaqsan Asiyay miyanə deyirdilər, Orta Asiya və sonralar gəldilər bunu bu 3-4 ilin içində, məxsusən Türkiyədə çox üstündə işlədilər ki, bura niyə biz Orta Asiya deyək? Kimin nəzərində bura Orta Asiyadır? Bura elə Türkistan qədimdən deyiblər, Türkistan qeydaq deyək. Və indi biz də tarixçilər ki, Azərbaycan, Güney Azərbaycanda çalışırıq, biz də çalışaq ki, buna Türkistan deyək. Türkistan Çindən tutun ta Danub çayınacan, yəni Qara dənizin üst tərəfindən gedin, Kəriməni, Krimə, həmin Ukraynanın güneyini nəzərdə tutun, İranın kuzeyini nəzərdə tutun. Tamamı bu kəmərbəndi ki, behtərin ab havada vardı, yəni nə çox soyuqdur, nə çox istidir aşağıya tərəf. Biz bu qismətə baxanda görürük, həmişə türklərin yurdu olubdu. Mutənə türk olubdu. Uyğurlardan tutun, Qırğızlardan, Qazaxlardan tutun, gəlin Azərbaycanlılardan və Anadolin türklərindən gəlin gedək məsələn üst tərəfdə Ukrayna məsələn türklərinə ki, Avropaya tərəf yaxınlaşırlar. İndi necür olubdu? Bunlar ari oldular. Siz vurursunuz Wikipedia'ya Farsiyə, İngiliscə, görürsünüz orada yazıb bunlar İrani təbardılar. İran ki taza bir məfhumu coğrafiya siyasidir. Yəni biz bu jeopolitikdə yeni bir söz tanırıq İranı. Nə o İrani ki bir zaman Firdevsdə Əfqanistan tərəfinə deyilibdi, bir zaman əfsanəvi bir ad olubdu, bir zaman Fəlata deyilibdi, bir zaman bir əfsanəvi hakimiyyət olubdu. Elə ki Osmanlılar da bunlara deyiblər, məsələn mən İranın şahıyam, Osmanlılar deyiblər bu sözü. Onlar şəxsən İranda dəyirdilər və bunu Teymurlar da deyiblər, bunları bilmirəm İlxanlar da deyiblər. Hamısı bu kəlməni işlədiblər. Bu əfsanəvi bir addır. Ərandan gəlir, ərdən gəlir. Ər ləşkər, ər sərbaz, ər kişi, şohər, ər arvad. Baxın bu ər kəlməsi çox önəmli və dərindir və türkçə etimologisinə bağlıdır. Pəs nə cür olur ki, bunlar hamısı Aryay və İrani olurlar? Yəni İranı pəs buna coğrafiya siyasidir, mərzidir ki, bunun içərisində müxtəlif etniklər yaşayırlar və İranidə mütəadil və bərabər eləyə Farsla bu lap qorxunc olur. Bunlar Farsıdırlar. Xop Qəzdaq da bəs Farsidir, Uyğur da Farsıdır, Slavlar da Farsıdırlar, Məcarlar da. Yəni maşallah bunların hamısı nəcrüsünə çönürlər türk oldu. Bu türklər harda idilər ki, yox idilər, gəldilər. Bunlar bizzatdardırlar ki, gülüncdülər. Amma vaqiət budur ki, bir cavani ki, xamdır ki, dir açır bunlar, oxuyur, o ehtimalən təhti təsir qərar tapar. Həmişə tayda bunların dilləri də tipdir, ya izolədir, ya yox olubdur. Necə ki, Sumerlərə bu sözü deyirlər, Mannalara bu sözü deyirlər. Maddar ya keçən cələsə söhbət elədik, mad haman mannadır. İlamlara baxanda bunlar deyirlər, izolə olublar, gediblər, yox olublar. Bu vüsətdə ki, Asiyanın yarısından çoxunu tutur, bunların da dilləri yox idi, bunlar da yazmayıblar. Dərhal ki, bunun əksinədir, bu gün söhbət eləyəcək. 1700 il miladdan qabaq
Yəni 3700 il bundan qabaqdan bunların adları tapılır, görünür, yazıblar bunlardan. Oğucu bunların 800 ta 600 il miladdan qabaqdır ki, Aşurranın qabağında, onda Azərbaycanda idilər, Anadoluda idilər və Aşurlara həmlə edirdilər və ya Cimrilərlə ki, bunların çölçüləri idilər, bunlarla savaşırdılar və biz baxırıq görürük ki, məsələn Sakaların adları hətta o Yunani mutunda maddarla bir gəlir. Bunlar dostdular. O qədər dost idilər və yaxın idilər həmin mannalarla ki, bunlar uşaqların tapşırırdılar Sakalara ki, bunları becərsinlər, öyrətsinlər, pərvəriş versinlər, yetirsinlər. Yəni at üstündə getməyi, çapmağı, ox atmağı o zaman elə bir maşın sürməkdir, bilmirəm ingilis dili öyrəşməkdir. Haman indi uşaqları ki, gərək biz atları öyrədələr, o zaman da bunlar mühüm idilər. Necə ki, Peyğəmbər buyurubdur ki, uşaqlarınıza məsələn at minməkdir və ox atmaqdır, bunları öyrədin. Amma miladdan 200 il bundan qabaqacan ki, çox azaraq bunlar görsənirlər, yerin verirlər bunlar Xəzərlərə. Biz ondan ölə də Xəzər görürük, Saka görmürük. Herodot cəlibdir. Bəra ki, dərk eləyək, deyir ki, bunlar massagetlərdən utuzdular. Massagetlər də həmişə Araksda deyibdir. Araksda baxanda düzdür bir yerdə işarə vardı ki, Xəzərin şərqindədir. Amma şərqi Xəzərdə Ceyhun vardı, Sihun yox vardı. Araks yoxdur və çün o birisi mənabə Yunanıdır. Araks həmişə Araza deyilibdir. Pəs burada da bir dənə səhvi ola bilər. Massagetlər burada ola bilərdilər. Anatümrüs də bəs burada ola bilərdi. Çünki orada Araks və Araz yoxdur. Yunanlılar həmişə Bətləmiusda həmişə Araza, bizim Araz çayımıza Araks yazıblar. Deyir bunlar Arazdan keçdilər, Cimirlərin yanına getdilər. Cimirlər kimdilər? Cimirlər Ukrayn və Qərə dənizin üst tərəfində yaşayan türklərdilər. Gəmir ki, bunlara da mənə deyiblər gəzənlərdilər. Cildi 4, səhifə 119 Herodotda bu yazılıbdır. Pəs biz baxırıq görürük ki, o əl ola bilməzdi. Çünki o əldən nəzir gedəcəklər Gimrilərin, bu əldən yaxın tərdir. Bunu da bir nəzərdə tutaq. Əgər İstəsək bunun mərəz Arya pendarısına ki, Hərzad Aryadır. O bilmirəm klipi siz görmüşdünüz ya yox. Bir nəfər bu Kürd yoldaşlarımızdan oxurdu, deyirdi Sənəndəz Kürdistanı, bilmirəm Urmiya Kürdistanı, Təbriz Kürdistanı, Merrix Kürdistanı, dünyanı Kürdistan eləmişdi. Axı Kürd kəlməsi özü bir taza bir vacədəsin. Tarixdə o Kürd ki, çoban mənasında gəlibdi. O ayrı bir zatdır. Ondan sonra bir dənə Kaşqəridə gələn kəlmə, o hələ məşquqdur, o birisi nüsxələrdə mad oxunur, Kürd oxunmur, əl-mard oxunubdur və o əl-Kürd eləyiblər. Bu da qabil bəhsidir. Amma hər halda bunların xas bir tarixləri yox idi. İndi Aryadır, dünya Aryadır. Siz hangi qovum, hangi təməddün desəz, bunlar deyəcəklər Aryadır. Haman iştibahici bizim bəzi ifrati yoldaşlarımız ki, savadları səhtir edirlər. Sorpuslar da, Afrikalılar da hamısı türkdür. Yox, onlar heç biri türk deyildilər. Hindistan da türk deyildi. Düzdür türklər, Misrə də hökumət eləyiblər, Hində də hökumət eləyiblər, Ərəbistana da hökumət eləyiblər, Osmanlı dövrəni, Teymur zamanı Hindistana, yəni dünyanın çox qismətlərinə, Asiyanın çox qismətlərinə xüsusən hökumət eləyiblər, amma yox türk deyillər. Türklər müşəxəs bir yerdədirlər. Hətta İranın güney tərəfi türk deyildi. Onlar da Hindistandan gələn ellər idilər. Zərtuş bəhsində də söhbət elədi. Onlar da türk deyildilər. Amma bu noxoşluq üçün bu mərəz vardı bu Arya pendarlarda. Məsələn, bunların biri ağay Reza Bağbeydidir ki, çox da kitablar yazır, mən də oxuyuram. Yeri göyə qoşur ki, desin ki, bu farsi bir kəlmədir. Tarix Zəbanhay İrani kitabında səhifə 35-də gətiribdir, deyir ki, mən bu kəlmələrin bir tədadını, yəni 33 dənə kəlməni gətirib deyir, mən Yunani filtrlərdən, Əvestayı, Həxamənişidən keçirdim bunları və 32 kəlməni. Mən bunları yenidən qoşdum, bu cür oldular. Onlar varaz deyirdilər, sakalar, biz qoraz deyirik. Onlar mətukə deyirlər, biz mələx deyirik. Hezarhar deyirlər, hezar deyirik. Bəğ deyirdilər, bəq deyirik. Qorq deyir, varka deyirdilər onlar. Mado deyirdilər, biz əsəl deyirik.
qusə deyirdilər, quş deyirik, aspa deyirdilər, əsp deyirdik, ab deyirdilər, ab deyirik. Mən bilmirəm bu ustad danışgah, bu nivişəndə, mühəqqiq nə cür bunları filtrə Avestay və Xamənişdən keçirdib. Avestanın orduna ki danışdıq, dedik ki bu yeni kitab ola bilər və əslən heç dünyada elə bir dənə fəqət Avesta dili ilə bu kitab yazılıbdır və çox məşhur və gülməli bir nadir ittifaqlardan biridir ki, heç yerdə bu üz verməyibdi və Həxamənişi də söhbət eləmişdik ki, Qocaratdan gələn bir dildir. Bunu necə aparır? Axı hangi dilçi bir lüğəti tətabüq vermək üçün, bərrəsi üçün gətirər bir filtrdən rədd elər. Biz onu gərək dəqiq elmi surətdə təhlil eləyək. Və bunlar əsən harda idilər? Bu kəlmələr harda idilər? Məgər sakalardan bir kətibə vardı, məgər sakalardan bir söz vardı. Nə mən deyiblər? Herodot 6 dənə kəlmə deyib ki, bu günlərimə bunlar söhbət eləyəcəyik. Söhbət eləyəndə bu 6 dənə kəlmələri biz məsələn deyək 3 də bunların yerlərindən ad aparır, 3 dənə də bunların tanrılarından sakaların ad aparır. Sən bunları hardan tapırsan? Kim deyib bunları sənə? Heç kəs burada soruşmur ki, biz burada soruşuruq bunu. Əgər baxanda görürük bunlar gətirirlər hətta bir dənə bunların üçün padşahların adı Teuşpa yazıblar bunu. Deyirlər ki, bu Gimrilərin Teuşpası üçün var idi Xəzər Türkistan tərəfində İranı təbar oldular bunlar. Niyə? Bu Çişpiş də həmin Kuruşun atasının adıdır. Kim gələ bilər dilçilərdən biri məni qane eləyə bilsin ki, Teuşpa Çişpişə nə cür təbdil olubdu, çönübdü. Əsən mahaldır ki, əkəd dilində çı gələ məsələn çığa təbdil ola. Yəni tı gələ çığa təbdil ola. Teuşpa çişpiş ola. Bu mahaldır. Bizim dilçilikdə müşəxəsdir da, məxaric müşəxəsdirlər. Məsələn, t da çönə bilər. Deyirik daş, taş ola bilər. Deyirik dil, til ola bilər. Biz deyirik dadlı, türkiyəllər deyirlər tatlı. Dadlı səs, onlar deyirlər tatlı səs, İbrahim tatlı səs məsələn. Biz deyirik qarpız, onlar deyirlər xarpuz. Q, x ilə bir məxrəzdədir. Ola bilər. Biz deyirik yakalandı, onlar deyirlər yaxalandı, yakalandı. Türkiyələrlə bizim bu fərqlər var. Məxaric birdirlər. Amma məxaric bir olmasa, bunlar sönməzlər. Bu bir dənə lap ibtidai dilçiliyin bir qurallarındandır. Və bunu istəyirlər ki, bir növ rəbt versinlər. در حالی ki, t, spa bucursuna yazılıbdır. T, spa baxın, supa, vaxtı burada əsbə rəbt verirlər. Supa Sumeri kəlmədir. Supa orada dördəyaqlı heyvanlara deyərlər. Biz də və çobana da deyərlər. Biz də supa, zopa indi olubdur. Həman çub dəsti, çupanan və sıpa heyvanatın bəziləri məsələn bəşlin deyərlər eşşək sıpası. Yəni korrexər bucursuna. Yəni eşşəyin korrəsi. Buna sıpa deyirlər. Və bu təbiidir ki, əsb bunlara çönsün, getsin o birisi dillərə. Amma rişə türki dillərdən gəlibdir və indi də bizim dilimizdə bu işlənilir. Sən bu ne? Tısıpa çövürməğa gəlmisən, çişpişə çövürmüsən. Yəni gör nə cürsünə bunu çövürə bilirlər. Buna da deyim ki, o birisi bəxşə. Səhifə 28-i bir dənə kitab vardı, Sakalar, İlham Durmuş yazıbdı. 1837-1900 arasında yazıbdı ki, 5 dənə kitabdan ad aparıbdı ki, Sakalar istədilər ki, Aryayı və İrani dil. İranda bəhs elədik, Fars dilini istəyirlər desinlər, yəni. Buna rəbt versinlər. Bu 5 dənə kitabı yazıbdı adların və tozih veribdi ki, sonra bunlar kullən nəqz oldular. Nə İslavdılar, nə bunlar Farsdılar, bunlar Türkdülər. Sonralar nəqz oldu. Və kitabında gətirir bol mənabə, bol kitablar, danışməndlərin adlarına da aparır ki, bunlar tozih verdilər ki, niyə Sakalar türkdülər və bunların dəlail elmisin bərrəsi edibdi bu kitabında. Bu da oxumalı bir kitabdır. Mən istəsəz bunu da əksini sonra Telegramda eləyə bilirəm, qərar verirəm. Əlbəttə Ayə Zari Şahmərsi bunu tərcümə eləyibdi. Yəni vırsız elə Google-də də gətirər Sakaha, İlham Durmuş. Bu ilk bölümümüzü gedək və idamə verək söhbətimizi. Çox təşəkkür edirəm. Zikr eləməliyəm ki, icazənizlə tərcihən məhdudiyyəti zəmanəyə görə ustad
bütün başlıqları məncə bitirərsiniz və follu mətləbcə əda oldu. Eşidənləri sonra eləyə bilərik ki, üstə alaq və sualların verələ. Biz gözləyirik ki, idamə bəhsinizi 2-ci başlıqlarda idamə buyurasınız. Buyurun ay doktor. Bəli, çox məmnun. Herodotdan biz gələk indi bu kəlmələri ki işlədibdi. Temrinda bir kəlməsi işlədibdi. Be məniyə bu iki tanrıları. Bu Temrinda ilə Tingrinda, məcarda da biz bilirik bu Tingrinda deyilir. Pəs çox yaxındır bu türkçe dilinə. Bir kəlməyi ki sonra indi bu günlərimə fürsət olsa söhbət eləyəcək. Karımpaluk. Karımpaluk yəni şəhri mahi ha, balıqların şəhri. Kara da müşəxəsdir türküdə və paluq da müşəxəsdir, balıq da müşəxəsdir. Yəni bunu nə cür inkar eləmək olar? Mən onları ki Herodotun kitabından gəlib də deyirəm. Nə Ağay Rza Bağbeyli kimin ki heç müşəxəs deyil, heç adres verməyiblər hardan gəliblər. Dəqiqən mən bunları bu kitabdan deyirəm. Ya Karkaus. Karkaus Sakai bir məhəllədir, yəni uca dağ. Həddəqəl biz kar kəlməsinin bunun ilk bölümün qar, qari, uqar, yəni uca. Məsələn, qarınə nə deyəndə bir tərəfdən də yəni caygahı bulənd, yəni yaşlı, yəni uca, məqamı uca bir xanım və qar, bəs bu kəlməni də türkdə görə bilirik. Ya üç dənə ayrı bir şəxs adı gətiribdi bu tanrılardan. Artim Pasa. خب Artimpasa Ərdənbaşıya bunu təbir edirlər danışmənlər. Tamismastas. Tamismastas tapınmaq ya tapıntı və pərəstişdir də türküdə. Buna məna eləyirlər. Və Papaus ki Yunanı olubdu. Bu da papa, dədə, baba. Bunlar da ki türk dilində də vardı və o bir dillərə də təsir qoyubdu. Amma hamısından bunların mühim Almatayda, Qəzzaqistanda. Bir dənə Isıq adında bir təpədən gör, əlbəttə Qurqan deyəndə qoruqan, qorumaqdan gəlir. Çünki bilirsiniz Sakaylar da türklər kimi adətləri vardı. Məsələn Herodot deyir ki, bunlar ölülərin quyulayəndən sonra adətləri vardı. Hərəsi gələrdi, bir ovuş məsələn torpaq atardı bunun qəbrinin üstünə, ta bu yüksələrdi, bir təpə halətində olardı. Biz bunu türklərdə də görürük. Çə Qazanxan zamanı, çə indi elə gedirlər birini quyulayanda belə atarlar yerə, o birisi gedər belə götürər, bir beldə məsələn bu torpağı atar ora. Yəni bu adət ki sakalarda var idi, hələ bizdə vardı. Buna qorxan deyirlər. Qorunmaqdan da bu yadımızda saxlayaq. Orada bir qab tapılıbdı, 26 hərf sakala runik əlifbası ilə burada bizatlar yazıblar. Nə mənə yazıblar? Olcinas Süleymanov. Bu da Sumerlərə görə qəşəng bir kitabı vardı hər halda. Bu Behtərinin əlbəttə bu avaşinas edibdir. Bu cür tərcümə olunubdur ki, xanın oğlu 23 yaşında aradan getdi. Adı da aradan getdi. Yəni bu bir dənə türkü bir yazıdır və Sakalar zamanı hududu 2800 il bundan qabağa aiddir. Və onlar ki istəyirlər Orta Asiyadan, Türkistandan və bu mənatiqdən deyirlər, Türkün adı ha vaxtdan vardır, Türk yox idi. Biz qabaqsan Aşur mənabeyində dedik, 4000 ildən artıq Aşur mənabeyində Turuq gəlibdi və sonra Türklərin boyları indi Saka vaxtı deyiblər, Yunanlar eskit deyiblər, bu dəlil yoxdur. Siz əgər bir məhdud qovmusuz ki, əvvəldən axıra bir dənə adından getmisiniz qabağa, o ayrı. Vəli vaxtı o qədər vüsət vardı. Yəni coğrafiyaya vüsət o qədərdir ki, Yunanlılar deyirlər ki, bir dənə məsələn Qəradənizin sakası istəsəydi ki də soğuqda Xarəzm tərəflərində danışar, gərək bunun dilmancı olaydı, mütərcim olaydı. İndi hərdən bu panfarslar gətirirlər, məskər ellər, bu Şurayı İttihadiyyə Türkdə mütərcim ilə danışırlar. Axı onlar dərk ki, az vüsət, coğrafiya, fasilə yoxlarıdır ki, vaxtı fasilə çoxalsa, təbiidir ki, ləhcələr də bir-birindən fərqli olarlar. Əgər sizin də vüsətiniz o belə olsaydı, minlər kilometr olsaydı, təbiidir. Hərçənd ki, o beləcə vüsətdə də şayət bir nəfər məsələn Xurasan ləhcəsi ilə gedə Bəndər Abbasda danışa, dilləri bizlərə bir-birindən fərqli olar və çətin başa düşərlər. Bu çox təbii bir zatdır və bu ittifaqən fəxr eləməlidir.
Avaşinası nə cürsünədir? Xan iya 3 utuzi yük buldu utiksə tuzuldu. Xan uya 3 xanın oğlu utuzi yük buldu. Yok buldu yəni yox oldu. Utiksə yəni adı da tuzuldu. Yəni aradan getdi, pozuldu məsələn. Bu cürsünə mən sizə deyim ki, rahat olsun. Pəs bizim baxanda vaqi'i mənbə əgər istəsək bir dənə həddəqəl deyək, hərsən ki ayrı Urxun əlifbası ilə də vizitlər tapılıb sakalardan, amma o iki də hamı qəbul eləyibdi, müstənəddir də, dünya bunu qəbul eləyibdi. Bunların dilləri bəs türkü idi. Siz tənha kətibə kətdə deyə bilərsiniz, tənha kətibə. Mən təəccüb gəlir əlbəttə bu tənha kətibə deyəndə. Çünki bizim həmişə yer qazıntılarımız elə onlar qazıbdır. Özlərimizdən heç zaman bu işi görməyib. Hətta indinin indisi Allahın məsələn Türkiyəsində iki dənə qarnıyovun otururlar. Nə qədər dillərinin, ağızlarının, dişlərinin dibindən gəlir türkləri aşağılamağa, təhqir eləməyə, xor görməyə danışırlar və hamı da onlara çəpik salır, bəhbəh deyir. Bunlar bizatdılar ki, bizim əlimizdə də akademik fəzalar mütəəssifanə bir dənə sistem, bir dənə reylin əlindədirlər. Bunların adları nə mənədən gəlir? Diaqnov deyir ki, yəni çalak, çabuk məsələn. Semerinin ki, Məcaristanlı tarixnigardır. O deyir, yəni ox atan. Bu, məsələn, bizə yaxın gəlirdi. Çün sak ya soq, Sümer dilində də neyziyə deyirdilər. Soxulmaq ya batmaqdan gəlir. Yunanda amma saka yəni piyala. Bütün bunların əllərində deyir daimən piyala vardı, bu işlədiblər. Onlar da öz baxışlarla deyirlər. Düzdür, bu balballar sakaların bütün yurdlarında daş mücəssəmələri vardı, adam mücəssəmələri. Baxsız bellərində qılınc var, əllərində də piyala vardı. Bunu elə Azərbaycanda da görə bilərsiniz, Qırğızistanda da, Anadoluda da, hər yerdə bu görə bilərsiniz. Harda türk var, nişanələrin biri qoç daşıdır, məzarların üstündə. Biri daş babalardır, balbaldılar. Yəni bu istəndilər ki, vardı, əllərində bu var, bu da mühümdir. Cohen məndən çox yaxındır. Yəni bu danışmən dəqiqən mən fikir eləyəni deyir. Çox kəlmələr olub da, məsələn, Cığtay türküsündə sak yəni haşiyə. Mənillə ki, üçün türklərin haşiyəsindən gəliblər ona görə. Mən bunları məqul görmürəm. Amma Cohen qəşəng deyibdi. Deyib bu türkü bir dənə əsl vacə vardı, lüğət vardı, söz vardı, dana, ağıllı, beyin. Mən bunu yaxın bilirəm. Çünki sağ Kaşqəridə də vardı bu məniyə, sağ Sumeridə də vardı. Bu da deyim tənəvvü olsun. Hərdən məndən soruşarlar ki, Sümerlər səlama nə mənə deyərdilər. Sümerlər səlama iki dənə söz deyərdilər. Bir saq deyərdilər, bir saq de deyərdilər. Sağ, sağ olun demirik. Sağ به معنی سلامتی مغز idi, به معنی kəllə, qafe idi. Çünki birdən deyirik ki, ha, kafam getdi, Türkiyəlilər deyirlər, kafa buldum. به معنی پیدا کردن سر der ki, başın içərisindədir. Sümerlər də dəqiqən vaxt deyirlər sağ qiqa özlərinə Sümer demirdilər ki, qiqa yəni qərə, sağ yəni baş. Doğudan başları bulan qərə dərdi ki, o birislər məsələn sarışın idilər fərz eləyək Əraqda. Bunlar getmişlər özlərinə sağ qiqa deyirlər. Yox, qara türküdə dedik, yəni böyük, yəni uca və sağ da yəni məğz, yəni fikr, düşüncə, yəni bunlar kuşları yuxarı idi. Mən dəqiqən hamanı gətirəm sağları deyirəm. Yəni saka, pəs büyündən yadımızda olsun ki, işğuzlar ki, sakada deyiblər özlərinə bəzi yerlərdə, haman məfhumdur ki, 5000 il bundan qabaq Sümerlər özlərinə sağ qiqa deyiblər, yəni məğzləri tiz. Cohen də bunu dəqiqən yazıbdı. Amma Yunanlılar bunlara nə mənə deyirdilər? Yunanlılar bunlara sit deyiblər, skutay deyiblər, skit deyiblər, skith. Bu cürsünə tələffuzu bu cür Herodotda məsələn. Aşurlar işquza işquz deyiblər, Babıllılar aşquz deyiblər, Ebrilər aşquz deyiblər. Amma Yahudiyyətdə məsələn Turat deyəndə baxın bu əhd ətəkçi deyirik, yəni bəxş əvvəli bu kitab müqəddəs tənəx deyirlər buna. Bunu da qoyum parantez içində deyim, dırnaq arası deyim sizə. Cavanlar işi qulaq asırlar, bunları öyrəşsinə. Tənəx در واقع ixtisari bir kəlmədir. T, yəni Turat. Şəriətdə əhkamdır, bunlar gəlibdi onda. N,
Novimdir. Yəni ənbiya. Novim nəbi, ənbiya. Yəni peyğəmbərlərin, nəbilərin hekayətləri. Və x ki Keutium bu da məktubat yazılar 3 bölümdür də. Bu Tevrat bölümündə tapılmaq yolçuluğu, səfəri peydayiş deyir ki, Qomerin uşaqları Əşknaz və Tuharmadılar ki, kimirləri deyir də, cimirləri deyirəm. Və Sakkalar həmin Eşkinaz deyir də onlara. Bunlar Məcud nəslindəndirlər. Yavs ibn Nuhdandırlar. Yavs da bilirik ki, Əbul Turk deyiblər buna, Türklərin atası deyiblər buna, Nuhdan. Pəs xub çox sadə. Lap o qədimi məsələn Mənami məktubur ki, hətta əgər siz qəbul edirsiniz ondan nəqlin bilmirəm darüşün çıxarıcı kuruş peyğəmbər eləsiniz. Ağa bu deyir ki, bunlar Sakalar Yavs ibn Nuhdandırlar, yəni Türkdülər. Bunu da Məzəlli Aryana Şah Abdullah Bədəxşidən mən dedim sizə. Ərmiyay Nəbidə Əşknaz, Ərmiyay Nəbi nə mənədir? Bunu da dırnaq arası deyim. Peyğəmbərlər ki, Yahudiyyətdə vardılar, bunların 2000-sidir. Ki sonra bu Ərmiyay Nəbi kitab olubdu, şahidləri bunu yazıblar. Hududu məsələn 655 586 məsələn qəbl az milad bir padşahdan Əşknaz İşquz da در واقع Əşknaz yazıblar. İşquz, İçoğuz ad aparır. Və siz cəlibdir bunun qəbrində bu Yahudilər deyirlər ki, Azərbaycan şərqidə bu Cığa kəndindədir. Hər halda bu kitabda Urartudir, Mannadir və Əşknaz haman İçoğuzlarla Maddarın tabe edilər. O da onların baxışlarıdır. Amma Çinlilərə gəlincə. Çinlilər Sak deyiblər, Say deyiblər, Say Wang deyiblər. Wang onların dilində yəni şahlıq. Amma UHC تاریخ تمدن‌های آسیا یونسکودا که آقای صادق ملکزاده شه میرزاده bunu tərcümə eləyib bəxş əvvəl 1375-də çap olub səhifə 226. Mən söyərəm ki, hər nə mənə deyirəm bu cür səfəsi ilə, tarixi ilə hamısını burada nə mənə də demişəm, mənbə ilə deyəm ki, sorular bunlar məktub olanda və biri istəsə təhqiq eləsin, kamilən müstənəd və elmi olsun. Çünki bizim yoldaşlar ağzını açırlar, Türkün tarixi 10 min ildir. Qardaş harda deyirsən? Əsən kulli xəttin peydayişi tapılmağı 5000 ildir. Sən tarixə gəl desən buradan başlayır. Ondan qabaq düzdür. Maddə, asar, bu daşlar, bunlardan bu cızıqlardan zaten bizatları baş tapmaq olar, amma bu şəkildə də elə gözümüzü yum, ağzımızı açmayaq. Bunları müstənəddiyək. Orada Dairətül Maarif İslamıda da تحت عنوان قوز bəxşində səhifə 107-də orada yazır ki, Türkmənlər Sakaların oğlatlarıdırlar. Qarn 8-də ağay Tungteyn onları Türkməng yazıbdı. Türkmənglər hardadılar? Suktakdadılar. Sokka, Sokosu üçün onlar sak deyə dedik deyirlər də. Pəs bunlar hamısı göstərir ki, Türkmən ya Türk ki, Çini mənabeydə də gəlibdi. 2000 il miladdan qabaqdan əslən bunlar tapılırlar. Bunlar hamısı elə Saki irtibatları vardı. Mənabey Parsidə dedim, mən hesaba üçün qoymuram. Məsələn, Əvistavı bunlardan nə mənə deyib, Darüş nə mənə deyib, onlardan da vaz keçirəm. Amma bunların içərisində də çox Gimri adı çox gəlir. Buna da bir işarə eləyim ki, bunları Sakaların rəayaları, yəni bunların işləyənləri şahsız Herodot deyib də xəlq edirlər. Mərdumi ki, elətdirlər, şahsızdılar. Onları ad aparıbdır ki, Lidiyə məsələn həmlə edirlər. Pəs Lidiyə həmlə edirlər, elə bizim bölgələrdə edirlər. Ya Yun, məsələn, Ukrayna, Rusiyanın cənubunda bu qismətlərdə edirlər. Qafqazın üst tərəfində edirlər. Qaradəniz, ya Kapadokiyada məsələn Anadoluda edirlər. Krimədən ta Qafqazacan. Hətta Goranlılar bu Cimrilərdəndirlər ki, Zagros dağlarında adları gəlibdir. Məsələn, Həmədanda Quricancı qazıntılar olubdur, ya Qafqazda, ya Qaradənizin şimalında. Bunların hamısında bu Cimrilərin asarı maddəsi bir-birlərinə bənzərliyindən deyirlər bunu və bu tarixi ki, azmayış Kərbondan olur, zamanları və mənabə Yunandan gəlib, bu birləşmədən bunlar çıxıblar. Aşur mənabeyində də gəlibdir. 679 miladdan qabaq Sərhədun kətibəsində biz görürük ki, Tuşpay gəlibdir ki, əlbəttə Yunanı addır.
və deyir ki, Cimrini Umanmandanı təhqir üçün bizləri işlədərdilər bu aşurlar. Cimrini mən şikəst verdim Qubuştada. Qubuştada Anadolu tərəfindədir, şərqindədir. Aşur mənbələri Cimrindən İşuğuz, yəni Sakalarına bunlara fərq qaildilər. 705 miladdan qabaq 2000-ci Sarqonda da ehtimal verir ki, elə bu Cimrilər bunu öldürüblər. Bəli, də Sakalardan sonra bizlərə bunların adları gəlir, sonra bunlar yaddan çıxırlar gedirlər. Bunların da düz 2-3 dənə ad heç zət bunlardan yoxdur tarixdə. Yəni hər kəs nə mənə deyibdi, əfsanədir, xiyalatdır, qoşmadılar. Fəqət o ki, vaqiən mənabə məktubda gəlib əsər hədində bunlardılar. Məsələn, birinin adı Toqdamıdır. Bunların şahların adı. Ki, Yunanlılar da Luqdamis yazıblar. Toqdamiyə, Doğdamiyə. Görürsüz, o rixt, morfoloji bütün türkü dilinə bənzərdir. Ya Sandak Çatro 674 miladdan qabaq Manna Azərbaycanda idi. Sandak Çatro şınla çığı bəhs eləmişik ki, şı به خاطر biri ki, əkət dilindədir, çi yoxlar idi. Çatır ya çatmaq, çatırmaq, bir-birinə çatdırmaq, bu da bir morfolojisi türküdür və bu bölümdə mən çox söyürəm ki, mənabə Yunandan sizə ad aparam. Həmin mənabə Yunanı ki, bizim başımıza dərd olublar, keçən bölümlərin hamısında dedik. Dedik, tarix buzurd. Yahudular, inancların gətiriblər, kitab eləyiblər. Onu da nə Həzrəti Musanın kitabıdır Turat. Nə o fərmandır ki, getdi, dağda qaldı, cəhd yazdı. Çünki bu vaxtı Kuruşdan ad aparır. Həzrəti Musa 3000 il bundan qabaqdır. Kuruş 2500 il bundan qabaqdır. Pəs bu Həzrəti Musa zamanı yazılmayıb ki, Kuruş 2500 il bundan qabaq. Əgər öz dedikləri Kuruş vardı və öz dedikləri Kuruş 2500 il bundan qabaq vardı, Həzrəti Musa 3000 il bundan qabaqdır. Nəcür Həzrəti Musa 500 il sonra Kuruş Yahudilar nəcür nicat verdi, bunları yazıbdı. Bunlar pəs bilirik ki, sonra kahinlər bunları yazıblar və biz əlbəttə sayğı duyuruq. Yəni ehtiram qayılıq bunların din inanclarına və hər kəsin inancı var. Amma onları gətiriblər Yunan tarixniqarları 13-cü qarında. Deyiblər, bunları bizim qədim yazıçılarımız vardı. Birinin adı Herodot idi, birinin adı bilmirəm Qezenfon idi, birinin adı bilmirəm Bokrat idi, Sokrat idi. Kim idi bunlar? Bunları bu cürsünə yazıblar. Və sonra da gətiriblər bunlara yerin altından qazanları rəbti veriblər ki, aha bu buna rəbti var, onun ona rəbti vardı. Bir dənə düyməyə bir koşalvar tikiblər. Biz onlarla büyüncə edirik. Bancı mən bunlar için indi deyirəm, heç birini heç etiqadım yoxdur. Amma gəlin bunların öz rəvişləri ilə öz biləklərini tutaq. Mikhail Atliat. Baxın, bu tarixniqar 2000 il bundan qabaqdır. Atalyat bu şəkildə adı gəlir. Mən bunların kitabları indi adlarını və səhifələrini də Telegram kanalıma tarix bilə qərar verdim. Gedib orada baxa bilərsiniz və eləyə bilərsiniz, rast azmay eləyəsiniz. Yəni doğrusunu tutuşdurasınız, görəsiniz. Düz deyirəm ya düz demirəm. Hərçənd ki indi də huş məsnui zamandır. Hər kəs elə bu cür bir söz deyə bilməz. Bunlar səbt olurlar və mənim etibarım vardı. Ona görə huş məsnuidə hətta onlar ki, məsələn, çox rahat eləyə bilirlər, axtarsınlar, eləyə bilərlər, bu adı vırsınlar, sonra kitabın vırsınlar, sonra kitabın tərcümə eləsinlər. Nə qədər nərm əfzarlar vardılar ki, hətta onlar ki, bir miqdar şayad məsələn zaman tapa bilmirlər, gedərlər kitabxanalara, bunu öz rəvişləri ilə bu kitabları eləyə bilərlər, sırç eləyib rahat tapa bilsinlər. O zaman ki, Türk Səlcuqlarından bir dənə fərmandehi tutulubdur 1070 miladıda. Deyir ki, bunlar nəsl-i nicadı qədim sakalardandılar. Baxın, bu Mikhail Atalyatın quzarışları Səlcuqlardan çox canlıdır, çox diridir. Çünki özü o vəqayı görə-görə bunlar yazıbdır. Və çox əcibdir ki, bu belə kitablara tərcümə edirlər. Dünyanın bilmirəm gedin, Hindistanın qulağında bir dənə şair evlərində oturub axşamca bir dənə şeir deyibdi. Sabahlan burada onun qəşəng müxtəlif şəkildə kitabları çıxır. Bu əhəmiyyətlikdə müvərrixin kitabları Farsiyə tərcümə olmayıb, çıxmayıb və gizlədiblər bunu. Yəni çox rahat. Baxın, deyir ki, kişi ki, yəni həmin əsiri ki, Səlcuqlardan tutublar, fərmandeh, başçı, komando, qabaqlarında zahir oldu. Bir cavan kişi qəddli
qıssə idi. Sakalar kimin çirkin idi. Çün bu adamlar, mənzuri Səlcuqlardır bu mətndə. Ata-babaları sakalardılar və bunlarda çirkinlik və fisad atalarından irsə gətiriblər. And his face was that of a Scythian and ugly, because these people are of Scythian. Baxın, burada sərahətən Saka deyir. Sket dedikdə bunlar Sakya skit deyirdilər. Sərahətən bunu gətirir Sakalara deyir. Biz indidir ki, məsələn, 200 ildir Sakaları Aryanəm, bunlar gizlədirlər. Bunlar rəsmən hamısı, yəni gedirik, idamə veririk bunun mətnindən. Məsələn, mətnində deyir Sakalar həmanlardılar ki, ümumiyyətdə bəçənək adlananlar. The Scythian who are popularly called Pechenegs. Dəqiqən mətnin ingilisini oxuyuram bunları. Bunlar Danubdan keçdilər və Bizansda yurt tutdular, yəni orada sakin oldular və Sakaların, yəni bilirsiniz, bunların türk olmaqları da bu sənədlərlə əslən inkar olunmam bir zaddır. Yəni eləyə bilmərik inkar eləyək. Və ya gəlirdik ki, Həftaliyan bilirsiniz, Sakalardılar ki, soğuk tərəfindədirlər. Onlara Ağ Hun deyir, Ağ Uz deyir və Oğuz deyir در واقع. Bunlar o zamandılar ki, yəni tarixi Türki hələ inkar eləməmişlər, həsf eləməmişdilər. Pəs 3 dənə biz ondan gətiririk və deyir ki, Şərq Həftalı Hunların təvəssütü ilə türklərlə qarət oldu. Yəni türkü gətirir orada Hunla, Həftalılarla bunları yaxınlaşdırır və bir eləyir. Semokata müvərrixdir. 6-cı qərin miladdan qabaq. Bu da dəqiqən bu bilmirəm ırqçılıq ki, bu panfarslarda vardı, Avropalılar da vardı da türkü kullən batil eləsinlər, heç eləsinlər. Bu da bunları heç eləyibdi də. Yəni bu sənədlər qalıb, bu kitablar qalıb, bunlar neynəsinlər? 1110 miladıda Bizansda. Ya Can Tetez, Can Tez buzursun adı. Adı Can Tezdes buzursun adı. Mən bunun kitabında gətirmişəm, orada yazmışam. Burada gətirir çox söhbətlər edir ki, Mitus dənizi Yunanlılarla bir qəni bir göldür, dənizdir. O balıqların anasıdır, mamasıdır və orada Qərə dənizdən bizim tərəfə gələrlər, yəni İstanbula tərəf. Metus dənizi Sakaların təvəssütündən bu cür yazıbdır. Karmpaluk adlanır. Bayaq dedik Karmpaluk. Karmpaluk adlanır. Karmpalıq Yunan dilində, yəni balıqların dənizi. Çün Karım Saka dilində, Qıpçaq türküsündə mənzuri, yəni şəhər və palıq, bu da Azərbaycan türküsündə balıq deyirik də, yəni balıq. Amma bu kəlməni yeyin deyirlər. Nəzərə gəlir bir kəlmədir Karmpalıq. The Karmpalıq translating in the Greek language means the city of fish. For the Karm means the city in the Scythian language, whatever. Paluk means the fish, balıq. Pəs mənisi, paluk mənisi fishdir, yəni balıqdır. Hangi dildə? Skit dilində, Sakaların dilində. Bu da bunun kitabından, Can Tez'in kitabından. Gəlirik bu birisi kitaba, Menanderdən gəlsək. Əlbəttə çox mordlər vardılar ha. Məsələn, bu Can Tetezi deyim, mən ara verim, qeydaq bura. Orada məsələn deyir ki, Sakalar ki, Xəzər dənizinin yanında vardılar. Orada Oğuzlar və Hunlar yaşırlar. The one closest of Hircania just were the Huni, yəni Hunlar, Uzi, yəni Oğuzlar, Duel, yəni sakin olublar orada. Yəni sərahətlə burada Azərbaycanlıları orada Oğuz və Hunlara işarə edir. Bu tarixdə. Ara verək və bu 1000 il bundan qabağın در واقع sənədləridir və mən bu sənədləri 3-cü bölümdə təzəşdən idamə verə bilim.
Çox məmnunam Aygötür gözəl söhbətləriniz üçün. Aşağı bəxş kommentlərdə bir daha da soruşublar. Tarix neyisi Bizansı ya Yunani ki buyurursunuz. Adı nə mənədir? Əgər olsa ona da bir sonra yaddaş Mən buyurun. hamı çoxunu dedim burada. Yəni Mikhail Atlayats dedim. Məsələn burada bir ad apardıq günlərimə. Sonra Can Tez dedim və ondan sonra indi Mənanderdən məsələn deyəcəyəm. Çox məmnunam. Bir daha da eşitsin dostumuz. Şayad eşitməyib o bəxş kommentdə. Ay Paşa xoş gəlmisiniz. Buyurun sizə eşidək. Sizdən sonra da Ay Tabanı eşidəcək. Sonra Yaş. buyurun. Salam ərz edirəm hörmətli dostlara, məxsusən Aydötür Rəhmaq Bayraq bəyə. Mənim çox qısa bir sualım olacaqdı. Əlbəttə bir daha da nöqtə daxili parantez bizim o dilin o yaxçılığı, hala deyirlər abşeni budur ki, indi məsələn mən Orxun əlifbasını biz elə mütaliəni rahat edə bilirəm. Məsələn Tonyo Kokun kətibəsini oxuyam ki, orada nə mənə deyibdi. Məsələn deyib Bilge Tonyo Ko mən özüm tam qaç elində qılındım. Yəni bu rahat çözə bilirik, yəni o oxumağını. Hala mən hər halda sualım bu iskitlər ya masaketlərə görə Ayda ötürdən bu olacaq ki, aya bunlardan bir qalıntı bu Azərbaycan bölgəsində vardı. Çünki mən o məzarranı araşdırdım, o Siberidə tapılan o məzarran. Və təəccüb oldum ki, bunların bu məzarlığa çox oxşayır bizim Göy məscidində o Əsrahən muzeyəsində o ölülərə. Yəni növ tədfini filanı tamamilə eynidir. Yəni istəyirdim görəm aya xas bir qalıntı massagetlərdən, iskitlərdən bu bölgədə tapılıbdı ya yox. Bu Ayda Ötürgül məhəbbət eləsə də məmnun oldum. Çox sağ olun. Ay doktor, bu 2000-ci sualə yaddaş buyursanız Ay Tabanı da eşidək. Ya istəsiniz indi cavab verəsiniz. Nə cür Yox, rahatsınız? yoldaşımıza deyim. Sakaların Gürkanları ya da dedik qoruqandan gəlir də, qorumaq kəlməsindən gəlir. Bunların müşəxəs bir çarçubu vardı. Məsələn, təppə olurdu, içərisində əşyayla quyulurdular bunları. Ümumən atla bunları quyulurdular. Ya hətta bunların məsələn adab quyulamaqları çox cəlbdir. Başlara məsələn qırxırdılar, üz qulaqları məsələn cırırdılar, burunlarını cırırdılar. Yəni o işi ki, indi məsələn üzün görmüsüz də dırnaqlarını salırlar. Bəzi məsələn bizim kətlərdə ya qədim zamanlarda üzlərini cızardılar, qollarını cızardılar. Dəqiqən həman fərhəngi ki, biz Osmanlılarda da görürük, Azərbaycanlılarda da görürük vardı və məsələn biz xanlarımızı görürük quyulayanda tarixdə vardılar ki, bu işləri görürlər. Bunlar bəs müşəxxəsədirlər. Siz Həsənluda məsələn at məzarı görürsüz ki, tərəfi atı ilə quyulayıblar. Pəs müşəxxəsən buna hamı tamam bastanşünaslar. Çe panfars ola, çe pantürk ola, hər kəs ola, bunlar deyirlər sakaydılar. Sakalar mütəmməhdud məhdud elirlər. Məsələn deyirlər, yox, bunlar az müddət burada idilər. در حال که تمام zamanlarda sakaların huzuru var idi. Bu asar maddəsindən müşəxəs idilər. Əslən kəlmə məsələn saqqız, sakaz ki bu təpələr ki orada vardılar, tamamilə o gəncirələr, tamamilə o qazıntıların hamısı müşəxəsət və tövsiflərinə biz baxanda görürük saka idilər. Meşkin şəhərdə bəli bunlar vardılar. Yəni bu növ tədfinlərə Göy məscid yaxındilər. Siz bunu tutun. Gəlin məsələn Həxamənişlərlə, Zərtuştularla, yəni İranın güney tərəfində Fars həmvətənlərimizlə tutuşturanda görürük kullən fərqlidir. Orada siz bir dənə qərb tapınmazsınız ki, cənini şəkildə quyulasınlar, küzə başının üstündə olsun, bilmirəm, oynatmalıların, zivəralatın, atın, bunları quyulasınlar. Onlar yoxdular. Ya məsələn kərpiş düzsünlər, məsələn qurqan eləsinlər. Amma siz bütün coğrafiya ki, Türkdə vardı, bunlar görə bilərsiniz və bəli, İranda da siz bunu bir araşdırma vursanız Google-də də tamamı bu mənabeyi gətirəcək biləcək. Vardılar burada, çoxdular, bəli. Çox təşəkkür edirəm. Çox öyrənirik. Bəs ay doktor, saqqız və sakalara irtibatı vardı bu şəhrin adının əsəri ki buyurursunuz. Bu da Bəli, öyrəndik Yunanıda və es düzdür. kəlməsi gəlir, saka isdir da, در واقع ki saqqız olubdu. Bəli, o da Saka türklərinin irtibatı var. Bunu da hamı təqribən qəbul eləyibdir. Çə bizi söyənlər, çə bizi söyməyənlər.
Çox təşəkkür edirəm. Cənab Taban, sizi də eşidək idamə bərnaməni ki, o başlıqlarımız hələ vardı, ay doktordan eşidək. Buyurun ay Taban, 5 dəqiqəyə sizi də eşidəcək. Sağ ol. Salam, salam ustadımıza və tamam dostlara. Əlbəttə, mövqeyi ki, biz Şahnamənin özündə də baxırıq, Cəngi Sohrab, Rüstəm İsfəndiyara, İsfəndiyar bir yerdə Rüstəmə səkizi deyir. An Rüstəmi səkizi. Əgər bu cür olanda, bəs demək olar ki, Rüstəm də Sakala. Demək olar ki, Sakka ya Saka həman bizim bu aşıq oynayanda ki, o aşıqların bəzi böyüklərinin için dəlirdik, qurquşum tökürdük və ona səkkə deyirdik. Yəni böyük və vırıcı. Bu kəlmə oradan qalıbdı ya yox. İkinci odur ki, Türkün Qızıl kitabında yazır ki, Əfrasiyab hudud salı 750 qəbl-i milad Bestah ölübdür. Ya öldürülübdü. Və Anatom Rus demək olar ki, Əfrasiyabın 19-cu qız nəslindəndir ki, gəlir sonra Kuruşu öldürür. Və bir kitab vardı ki, Çöl İmparatorluğu, onu Farsıya da tərcümə ediblər. Farsıda olubdu İmparatori Səhranəvərdan. Orada da bir çox ittilaat bu mövriddə vardı ki, vaqəən qabil istifadədir, düzdür, bəzi yerləri təhrif olunubdur, amma gənə eləmək olar ki, besla istifadə eləyəsən. Bunlar bir seri məvaridlərdirlər ki, hər yerində vardır. Və çün tüylər dədələrinin qəbirlərinə ehtiram qail olurdular və qəbirləri qoruyurdular. Ona görə hətta qəbirdən ötürü savaş düşürdü. Məsələn, Hunlarda baxırıq, görürük ki, Atilanın mövqeyi ki, qardaşının ya qardaş oğlusunun qəbrin talayırlar Rumlular, tənha ondan ötür Atila Besla Rum qərbiyə qoşun çəkir, gedir və bugünkü İspaniya yaxınlığında o iki qovumu ki vardı, o çöldə dava eləyir və onları şikəst verir və demək olar ki, Avropanın kullu kilitlərini alır. Və bir məsələ də vardı Rothschild ailəsində. Rothschild, böyük Rothschildin vəsiyyətnaməsində bir söz var. Orada deyir ki, biz bilirik ki, Sumerlər Türklərin ulu babalarıdır. Amma əgər biz gətirib bu tarixi Sumerlər ilə Sakalara versəydik, Avropa adında bir şeyin tarixi qalmazdı. Ona görə getdik Besla bu tarixi təhrif və əvəz elədik, bunu Besla verdik Yunana. Yəni çördük Yunan Besla fəlsəfəsinə və Yunan tarixinə. Bunu sərahətən Besla Rothschild, böyük Rothschild deyir. Fəqət mənim sualım o idi ki, aya Şahnamədən biz eləyə bildik bu Rüstəmi ki, deyir ki, An Rüstəmi səksi səkə bilək və ya o aşıqları ki, biz Beslah araların dəlib qırqışım tökürük, o zamandan qalıbdır ki, bəli, bu saka yəni böyük, vırıcı. Çox məmnun, yorulmayasınız. Siz də yorulmayasınız, çox məmnun. Ay doktor, buyurun. Bəli, ay Taban, çox sağ olasınız. Mənim də ittifaqən o aşıqlardan bir dənə vardı ki, qurquşum töymüşəm və onu yadigar saxlamışam, səkkə. Biz uşaq idik, şayət bu cavanların çoxu yadına gəlməyə. İndi geyimzat ki, atarızat da yox idi o zaman və futbol dərsi də yox idi. O zaman məhəllədə hərənin bir evində bir torba olardı. O torbanın içində gündə ki, qoyun yerdilər, indi də qoyunzat da tarixə gedibdi. O aşıqları çıxardardılar, bir sümükdür da, Göyməçdə də uşaq qəbri vardı, onlar düzüblər. Çünki eyni onun tayı Ukraynada da var bir uşaq qəbri ki, eyni o cür aşıqları, o sümükləri düzüblər. Və bu aşıqları da hərə bir rəngə, biri hənanən rəhlərdi, biri bilmirəm yaşıl rəhlərdi, neynərdi ki, qarışmasın. Düzərdilər və bunu vurardılar. Onu doldurarlar, səkkə deyərdilər.
Mağazaların içərisində şarmazı deyərdilər və bunlara səkkə deyərdilər. Dar واقع şar Akit dilində, yəni şah, səkkə də Saka dilində, yəni böyük, yəni lap uca. Hər ikisi də hökmranlığa, fərmandehliğa dar واقع işarəsi var. Mən də bu cür düşünürəm. Amma o işi gedirik Rüstəmə, Sakaistan, mən ala burada da tənəvvü üçün bunları deyirəm ki, bəhsdən çox çıxmayam. Deyirlər orada da Sakadan gəlibdi. Biz deyirik ki, məgər demisiz Sakalar Moğolistan deyidilər. Orada nə geyirlər? Gəlin bunu mən sizinlə əfrasiyabı توضیح verim. Zəki Vəlid Toğan, Bartoldu'la با هم istinad edirlər. Həm Divan Lüğat Türkə, həm Qutad Qubiligə. Orada deyirlər ki, əfrasiyab haman Alpertungaydı, haman Sakaların xaqan, yəni şahlarıdır. Alp yəni qəhrəman, ər yəni kişi, ər-arvad ki deyirik, yəni kişi. Tunqa da o qaflan ya pələngi ki, fili öldürər, yəni o cür heykəllidir. Pəs Alpertunqa həman Əfrasiyab ki olubdur Şahnamədə, hərsən ki Şahnamənin özü də bilirsiniz o qədər ilhaqı gəlib, qarışıbdır, çövrülübdür. Biz bilmirik heç əslısı nə mən idi, nə cür idi. Amma haman içində qalıbdı. Mən ondan sizə neçə beyt oxuyuram. Axı bu bəzi bizim dostlarımız ki, bu bətər şahnaməçidirlər. Təbrizdə, Urmiyədə bətər zanfişanədirlər şahnamədən ötür. O şahnamə və Firdevsin qəbrində bir dənə özlərinə ziyarətgah eləyiblər. Firdevsi də gətiriblər Quran yerinə qoyurlar Həfsin süfrasına, o bayram süfrasına. Mən onlara deyəndə ki, belədir deyirlər, orada Turan türk irtibat yoxdur ki. Əsən farsla türkün davası dəyər ki. Siz qatmısınız Turan orada və ayrı bir zat deyirən ayrı bir zatdır. Gəlin xub, məni tövzih eləyin. Deyir ki əfrasiyabان bədəndiş mərd, yəni bu türklərin şahı ki bədəndişli pis düşünən bu əfrasiyab کجا جای گیرد به روزه نبرد savaş günü harda yer alsın ki an Türk در جنگ nər əjdahaست. O bir dənə həyuladır ki eləyə bilər o türk zəncidə bir dənə kişidir ki məsələn həyuladır. در آهنگ و در کینه ابر بلاست bir buluddur ki çinədir. ز ترکان بپرسید کین اژدها بدین گونه از بند گشته رها چنان تا بر شاه ترکان رسید درفش سپهدار شد ناپدید گرفتش کمربند و بفکند خوار خروشی ز ترکان برآمد به زار برفتند ترکان ز پیش مغان کشیدند لشکر سوی دامغان. خب burada sərahətən türk deyir ha. Yəni sən də türkün həcrüsünə burada inkar eləyəcəksən. Yəni, Şahnamə ki sənin özünün qəbulunda Quranındır. Orada türklərlə Rüstəmin davasıdır. Rüstəm də şimdi Əfqanistandadır. Bütün adreslərdəki və İranın rəbti yoxdur. So davrazı İran به کرمان رسید. Yəni İrandan getdi Kirmana. Qardaş Kirman və İranda deyil. Bunlar da ki qabaq bəhs eləmişik. Burada hala türkləri sağ olsun Rüstəm qorxudub Əfrasiyabı Şah Türkanı qovalayıbdı və bu əvvəlcən Damğana tərəf gedir. Öləndə də bilirsiniz də Urmiya gölündə ölür. Və bunlar axı İran idilər siz deyirdiniz. Azərabadiqan məsələn Məhdi Buzurqani idi və bu Nəcrüsünün oldu. Bu Əfrasiyab orada idi, orada savaşırdı. Hələ Damğana tərəf çəkilir. Sakalar pəs Sistana can yerləşmişdilər, oracan var idilər. Sizin pəs cavabınız bu olur ki, orada Rüstəmi biz hətta əgər bəziləri istəsə türk eləyərlər, biz o cür görmürük, bu türklərlə savaşda da Əfrasiyabı türk görürük. Bu da onun moridində. Mənandir 6000-ci miladi müvərrixidir. Yəni baxın 1400 il bundan qabaqdan söhbət edirik. Səlcuqlarınki söhbəti yoxdur. Siz ki deyirsiniz türklər Səlcuqlarla gəldilər, Moğolistan deyidilər. Bu Mənandir 1400 il bundan qabaq görün nə mənələr deyirəm. Dəqiqən bu kəlmələri deyirik. Səfirlər ki Bizansın var idi, 106 Saka səfiri var idi ki, bunlar türk adlanırdılar. Onlar ki deyirlər, türkün adı heç tazadır, bilməm 500 ildə, 600 ildə çıxıbdı. Mən Mənandirdən kitabın da əksini qoymuşam bu Telegram kanalıma. Orada bu cür deyir. From all of those embassies there had called at Byzantium 106 Scythians of
The people called the Turks. Yəni burada people calls the Turks. Mərdumi ki adlanırdılar Türk. Siz bunu heç cürə, yəni nə cür desəz də yorasız yora bilməzsiniz ki. Menandr kitabında Hunları Qafqazda iki dənə məsələn qrupa bölür. Ot Uyğur və Kuter Uyğur. Amma Uyğur kəlməsi bunların içərisində cəlb deyil. Hala biz Uyğurlar deyirik, bəs Çin tərəfindədirlər. Gətirik birdən Qafqazda görürük. Bu Qafqaz yəni Qafqazda deyəndə Qafqaz dağları üstdən tutun Rusiyanın cənubundan ta gəlin Qəzvinəcən Qafqaz deyirdilər. Qədim mənbələrin hamısında bu nisbət eləmək olar ki, bunların hamısına Qafqaz dağları deyirdilər. Pəs Azərbaycan ümumən o zamanki coğrafiya fərhəngisi də çox yuxarı idi. Qafqaz deyilirdi və onlara da Uyğur deyibdi. Yəni bunu Mənandir deyir. 1400 il bundan qabaq deyirəm. Və deyir ki, bunlar hər ikisi də bir cür paltar geyirlər, çadırda qalırlar, bir-birləri ilə qohumdular. Ondan sonra bu da bizim yadımıza salır həmin ana Tümrüsü ki, quruşu orada. Hətta bəziləri deyirlər ki, əslən Təbrizin adı Tümrüstandır. Mən əlbəttə bundan çox müvafiq deyirəm. Amma orada deyir ki, bunların bir xanım vardı, bunların hakimləridir Sakaların. Bunu da yəni tozih veribdi. Və adını da deyibdi. Baxım görüm adı nə mənədir. And passing through the Rhine called Akkağız. Yəni ağ kağız. İndi ağ qız məsələn bunu deyək. Çünki ağ qız məsələn burada oxşada bilirik də. Yəni yenə də burada rixt şinasına biz baxanda görürük bu cür sınadı. Biz baxın bu xanımın əslən biz caygahına baxanda Tümrüs Aniyə baxanda ki o zaman bir dənə məsələn kuruş Ustad, üzr istəyirəm. Haqqqa bir islat dədə qıza deyərlər. dəqiq mən burada bilmirəm bu nəməniyə işarə İndi eləyir. də işlənir. İndi də bəzi kətlərdə bir islah o dədiyə haqqqa deyirlər və o böyük qız ki xanəvadədə vardı, ona haqqa qız deyirlər. O yazıbdı ki bir xanım, pəs burada tozihimiz bu oldu ki bir xanım Sakaların hakimidir ki bunun adı bu cür sınadı. Biz baxanda görürük ki Sərmətlər, Sakalar, Amazonlar, yəni bu türk tayfalarına baxanda məsələn Qaradənizin üst tərəfində olan Amazon deyirdilər onlara. Bunlara Herodot xanımları ilə təvsif edibdi ki, az sürürdülər, ox atırdılar, bilmirəm neyzə vururdular və 3 nəfəri öldürməyincə ərə getməzdilər. Yəni bu cür bizim tümrüslərimiz var idilər. Tarix boyda baxanda, hətta müasir tarixə biz gəlin. Məgər Balazər xanımımız bizim yox idi, Zeynəb paşamız yox idi. Səttarxan zamanı Nəğədradan Səfəviyyədə 500 dənə xanım ölüsü cənazəsi tapdılar ki, bunlar xanım idilər və bunları ehtiramla dedilər quyulasınlar. Yəni o zaman ya Səttarxan girdi çadıra, dedi yaravı niyə qoymusan, dedi mən üçün qızam və kişi paltarı giymişəm. Biz bunları bu o birisi etniklərdə İranda görə bilirik. Onlar da bir daha desinlər məsələn Qacar zamanı, Səfəvi zamanı bir dənə xanım qəhrəmanı, mən demirəm tarix, uzun tarixa ki gedirlər deyirlər bilmirəm Kuruşun xanımısı belə idi, bilmirəm Xəşayarın xanımısı nəqildilər də onlar. Bir dənə cədid bu tarixlərdən birini desinlər bizə. Və biz baxırıq bu xanımlar tacları qızıldandır. Siz Sumerdə bir dənə məsələn vurun ingiliscədən məsələn Sumerian woman bir dənə gətirsin bunların əkslərini baxın. Başlarında yapraq narin qızıldan bunların bəzəkləri vardı. Eyni bu türkəmənlər, eyni Azərbaycanın bu pulları məsələn əxirən bu 200-300 ildə salırdılar başlarına. Hamanlar ki bu qəbirlərdən də məsələn Qırğızistanda da çıxıbdı. Gözəl bir kitab vardı, türküdə, İranda da çap olubdu. Qızıl döyüşçünün fikirəm taleyidir. Yəni bu qəbirdən çıxan bu Sakai paltarları bərrəs eləyib. Mən nə qədər əks qoydum bu teleqrama. Siz tutuşdurun görün, axı bu məsələn Təxti Cəmşiddə deyirlər, bir dənə o cür bizə görə heç xanım əsi vardı əslən orada. Aşurlarda iş vardı. Biz o bisləri rəbti verək. Pəs biz görürük ki, bunları əslində inkar eləmək olmur. Amma çox üzülürdülər. Siz gəlirsiniz, görürsünüz ki, bunlar bütün kitablarda hamısını gətiriblər, model bir etnik eləyiblər. Aşurda, Parsda yoxdur, amma Sumerdə var, Azərbaycanda var, Türkəmənlərdə var. İdamə veririk bəhsimizi. Mənandirdən dedim.
Təzəşdən bir Mənanderdən bir moridi deyirəm. Müvərrix 6-cı miladi qəhrində yaşayırdı və öz kitabında bu cür sınafaş eləyibdi. Vaxtı Soğdudan Sizabola, burada Sizabol Xaqani Türkdən mən oxudum ki, məfhum budur və ayrı səfir göndərdi. Sizabolun təmayülü var idi buna və burada deyir ki, Persiyan yəni İranlılar. Yunan tarixində İranın cənubunda Farsda yaşayan bir etnik. Və bunlara deyirdilər Türk, yəni Sakatiyan, bunlara deyirdilər Türk. Burada da səhifə 109-da da bir ayrı mord vardı. Menyax ki deyir, Menander onu işarələmişdi. Bu Türk bir avası vardı. Orada da yazıbdı. Ya Menander özü tozih verir ki, bu oxuyayım burasını. Bəli. Bir kahindən söhbət edirik. Orada bir ad aparırıq və hüviyyətdən bu cürsünə deyirik sonra. Deyir, vaxtı türklər ki, bunlara qabaqcan Saka deyilirdi, when the Turks who had formerly been called the Saka, yəni qəblən bunlara Saka deyilirdi, bir səfir göndərdilər Justian imperatorun yanına. Baxın, burada bəs sərahətən deyir, when the Turks who had formerly been called the Saka. Yəni bu türklər qabaqcan Saka deyirdilər. Onlar deyirlər Sakaların rəbti yoxdur ya türkün tarixdə adı yoxdur. Mən Mənanderdən gətirirəm. Yəni bu müvərrixdən gətirirəm. Ya gəlirik bu birisi qismətlərdə deyir, onların məmuriyyətləri bu idi. Bir nameyi Xaqani Türkdən Sakai xəttinə İmperator Justiyanə göndərsinlər. O və idamə verir. Təzəşdən gəlir, deyir ki, onlar neçə gün sonra soğuqda yetişdilər. Türklər onlara dəmir gətdilər. Çünki türklər tarix boyu dəmirçi idilər. Dəmir də indi elə bir, məsələn, Boeing düzəldir fərz eləyim, ya Tesla məsələn düzəldir, ya bilmirəm, mobil məsələn Apple vurur. O zamanda dəmirçilik idi ki, türklərin əlində idi, Qafqazda xüsusən. Bunu nə tarixi rəvayət, dəstə əvvəl, yəni yer altından çıxanlar bunu isbat eləyir. Bəli, pəs burada görürük bunların özlərinin xəttləri də var idi, yazırdılar. Menander deyir ki, Soferay Rum Xaqani Türk, yəni türklərin şahin yanına soğuqda getdilər və o bir dağda, Ak dağda, yəni qızıldan bir dağda oturmuşdu. Dəqiqən bu cürsünə yazıbdı. Mountains called Aktaq, to Golden Mountain in Greek. Xo'p, yəni dağ qızıldan Yunanda, Greekdə. Pəs biz bu görürük ki, Ağdağ, Sakalar, Xaqani Türk hamısını bunların Mənandir bir görürdü. Yazır ki, canişin Mənyaq adı Tağmə idi. Ləqəbi Tərxan idi. Tərxan bilir o tarix boyu Babəkdən tutun, Osmanlılardan tutun. Hər zaman Tərxan eşitdiniz, bilin ki, Türk fərmandehine Tərxan deyirlər. Bu Babəki çox istəyirlər, Babək Xürrəmdini fars eləsinlər, hey. Amma yetişəndə ki, bu fərmandehin adına Tərxan, bu da bir ümumi ad, burada qalırlar. İndi burada da vaxtı görürük Sakaların fərmandehin adı Mənandir 1400 il bundan qabaq öz kitabında yazıbdı ki, bunun adı and his title was Tarxan. Yəni bunun adı, ünvanı, ləqəbi Tərxan idi. Bu da heç zad eləmək olmaz. Yəni bunu nə cürsündən istəsən uta bilməsən bunu. Simukata, Theodor Filaket Simukata, bu da 7-ci qəhrində Bizansda yaşırdı. 1300 il bundan qabaqda. Türk millətləri deyir, çox şeylərə fəxr elərlər. Onlar qabaqcandan bir taun tutmayıblar, zəlzələ olmayıb. Bu cür bir sözlər, nəqillər deyir və deyir ki, onlar türklərdirlər ki, uğur türkləri idilər Soğduda. Onlar ki, istəyirlər, bu Mavəran Nəhr deyirlər, bunu Türkistan deyirlər, Orta Asiya deyirlər. Orada da həsv eləsinlər, Soğduda fars eləsinlər. Gəlsinlər buna bir cavab versinlər. Simukatanın bu kitabından, mətni də qoymuşam ora, baxa bilərsiniz burada. Strabo. Bu qeydir də miladdan qabağa. Miladdan qabağa, yəni 2000 il bundan qabağa, 64 il miladdan qabaq coğrafiyada, kitabı, coğrafiya kitabında Sakalardan nə mənə yazır? Yazır ki, onların necədir fərhəngi Albanlar ki, Azərbaycanın quzeyinə Alban deyirdilər o zaman
Yunanlılar kamilən Frigiya da Anadolu deyildi. Baxın, bunların böhlərinin hamısı şüş papaq deyirlər indi Azərbaycanda. Yəni müsəlləsi məxruti, ucu bizdir. Siz baxsaz Səfəvi nəqqaşlarına, məsələn o zaman ki gəlib də Avropadan burada midadla nəqqaşı tərrah eləyiblər, o zaman ki durbi nəqqası yoxdur. Siz görürsüz bunların hamısının böhləri şüş papaqdır. Saxtamanla qabağında gedirlər, bənaların qabağında gedirlər, bazarda gedirlər. Bazarın içindən nəqqaşı vardı. Midadına məsələn 250 il bundan qabaq ki biz görürük şüş papaq bulan başlandı. Uzun bir böyükdür ki sakaların böyükləri bu cür sunadı. Hətta bir sütunda ki gətiriblər, bunlar yer aldıblar. Bir də arasında böyüklər böyükün uzun eləyiblər ki, bu da sakalarıdır ki Darüş bunu məsələn şikəst verdi. در حالی ki Herodot deyir ki, sakalar Darüşə şikəst verdilər. Amma Darüş sağ olsun gətirir vəqiqliklə o cəli ya düz kətibəsində bir sütunda yazır ki, mən sakaları şikəst verdim. Bu da tarixin gülməli bir zaddır ki, sən Herodota əgər qəbul edirsən, pəs Herodot bu cürsünə deyib, bu cürsünə deyibdi. Burada tənaquz vardı. Simukatadan məsələn deyirəm. Burada deyir ki, Xosro Pərvizdən Sasani zamanından gəlir söhbət, deyir bərxi ona nəsihət elədilər ki, sakalara doğuda yaxınlaşsın. Onlar ki biz onları ümumən Türk deyirik. Are accustomed to call Turks. Yəni biz ümumən mərzumdur ki onları Türk deyirik sakaları. Bu da vazih surətdə yəni kitabında bunu yazıbdı. Və təzəşdən deyib Persiyan, yəni farslar, həmin Xosro Pərvizgil onlara Hunlara Türk deyirlər. Pəs Hunları da Türk sayacaqsınız. Yəni siz əgər mənabə tarixçisiz, nə qəd deyirsiniz mən sabahca mənabə tarixi deyim. Əgər siz də deyə bilirsiniz deyin bunları. Vəli vaxtı deyə bilmirsiniz, gəlin mən həmin mənabeye getmişəm, bunları çıxartmışam, bunlardan cavab verirəm biləcəm. Və Qarabağda məsələn Səkasənə deyirdilər qabaqcan ora. Sakaların yurdunu deyirdilər onlara. Həxamənşilərdən qabaq, Matlardan qabaq biz görürük ki, İstrabo onların Sakaların yurdu deyir. Bəli. Ya məsələn gətirir ayrı bir zat deyirəm, bir dənə Bükler deyir ki, büyücü tərcümə eləyiblər bunun üçün Yunanda ü yoxdur, o yazıblar bunu. Və Zusmius qərni 5 miladıda. Bundan bir dənə deyirəm. Bu deyir Sakalar xanvadiyə ki, ata orada məsullardı, ata şahlıq deyərdilər. Onlara bir dənə at kəlmə işlədir. O deyir ata anaris deyirlər bunlar. Biz bilirik ki, ataya deyirlər də bu inkar eləyə bilmərik. Anır da türk dilində yəni nazil olmaq, yerə gəlmək, azalmaq, məsələn silmək. Ata-anaris yəni atalıq nazil olubdu. Mən mənbə gətdim sizə. Yəni mənbə-i Zusmiusdan gətdim sizə. 5-ci qarında səhifə 78-də kitabın dərsini qoydum hətta. Siz ona baxanda nə cür eləyə bilərsiniz bu ataşahlığı ki, ata anır gətiribdi orada və bu anır da dedik türk dilində inir, həman indi əmmaqdan da gəlir. Nazil olmaqda bunu siz nə cürsünə eləyə bilərsiniz, həzm eləyəsiniz. Bizim 3-cü bölüm qutuldu və əgər bir 2 dəqiqə mənə vaxt versəz, axır bölümü mən səy edirəm tez qurtaram və ayrı əgər sualı olsa onlara da cavab verəm. Çox təşəkkür edirəm. Siz də bir nəfəs çəkin. Biz dostların bir suallarını eşidək. Xanım Döktür Elmirə də çox xoş gəlibdi. Əgər bir söhbətiniz olsa sizi də eləyə bilərik. Bir dəqiqədə eşidək və mən sualları verəm. Elmirə xanım, əgər söhbətiniz vardı, buyurun, mikrofonu açın. بله سلام عرض ederim əziz dostlara. Çox sağ olun Eliyar bəy. Kimya xanım, əziz ustadımız, yaşayasınız. Çox məmnunam gözəl otaq üçün. Yenə də öyrəndik əziz ustadlardan, Taban bəydən və əziz dostlar ki, hər zaman bizdən bərabər otaqlarda huzurları var. Çox təşəkkür edirəm və yaşayasınız. Mənim xas ərzim yoxdur, fəqət istədim təşəkkür edirəm sizdən, əziz Kimya xanımdan ki, o gözəl otaqlar açırsınız və bizim məlumatımız da yuxarı gedir. Çox məmnunam. Hər vaxtınız xeyir, xidmətinizdə varam. Yaşayasınız.
Mən də təşəkkür edirəm. Bu fürsətdə ay taban dözsəz 2 dənə də sual vardı. Mən onu icazə buyursaz oxuyum. Kommentlərdə gəlibdi. Sual budur ki, soruşublar İç Oğuzların bir boyu var imiş ki, Tavri adda. Təbriz adı nəqşələrdə Tabriz yazılıb. Aya Təbrizin adı bu boydan ki, İç Oğuz boylarından mənzurudur, tutula bilər. Bu da bir moriddir. İkinci moriddir ki, Kasiya, Qaz, Qazaq, Qırqaz, Qırğız, Qazar, Xəzər, Qazovan, Qəzvin, Qavaqu, Qoğaz ya Qoyqaz ya ki təbdil olubdur Qəfqaza quya, Qazqay ya Qaşqay və Qazan şəhri ki Tataristan mərkəzidir. Aya bu adlar bir-biri ilə irtibat ola bilər. O da kommentlər sualındadır ki, istirdi o tərdidlərini rəf eləyə. Və ay taban, əgər ay döktür, siz bunlar yaddaş buyurun, lazım da olsa ay tabanı qıssa eşidəcək. Ay taban 2 dəqiqə üçün otağımızın zamanı bitmək xanımdadır. Təşəkkür edirəm, buyurun. Ay taban buyurun. Salam, yorulmayasınız. Galipdir ki, bir zamanda baxır görürük ki, Türklər hər zaman dara düşürlər və ya beyslah şərqidə savaş olur. Bunlar hamısı nəql məkan eləyirlər ya köçürlər Azərbaycana tərəf. Nümunəsi qədimdən desək Əfrasiyabdır, Masajetlərdir. Ya əgər başlasaq, məsələn, İslamdan bu yana Qəznəvilərdir, Səlcuqlardır, Xarəzmşahlardır, Qutlardır ki, beyslah bugünkü Xorasanın şimalının bir qismətində var idilər. Bunlar hamısı köçürlər Azərbaycana. Aya bu nişan vermir ki, Azərbaycan bunların ana toprağıdır və ondan ötürü bunlar köçürlər bu tərəfə. Və ikinci budur ki, aya fikr eləmişsiniz ki, Farslar bu bir belə sənədin, müstənədlərin, mərcələrin qabağında və xatiri bu iki cavabları yoxdur, səlah-ı sukutdan istifadə eləyirlər. Doros Beslah Cənab-ı Purpiranın nevştələri kimin ki, موقعی ki eləyə bilmədilər cavab verələr, səlah-ı sukutdan istifadə elədilər və o qədər dinmədilər ki, Beslah o millətin xatirəsindən çıxsın. Amma bir şey ki, səbt olur, yazılır, biləxərə tarixdə qalır. Bu cür bir məsələ də vardı ki, bunlar bu günlərimə biz bu sənədləri çıxadında be xatirin ki, məntiq ilə bərxurd eləmirlər və cavab qane kunəndələri yoxdur, bunlar səlah-ı sukutdan istifadə eləyirlər. Çox məmnun, yorulmayasınız. Təşəkkür edirəm. Ay doktor Rəhman Bayraq, 2 dənə sualı əgər yaddaş buyurdunuz, xatirizdədir, heç dəyri mən dazdan təkrar eləyə bilərəm. Buyurun, eşidək. Sizi də son bölüməsən də siz eşidəcək. Buyurun. İxtiyarınız vardı. Bir dənə məsələ deyim, tarix moridində adam oxuduqca görür ki, çox məsələ bu cür mürəkkəb deyirlər bu Bakılılar, mürəkkəbdir, qarışıqdır. Ona görə çox təmkinli danışar, çox ağır danışar. Biz eləyə bilmirik Təbrizin kökünü elə bu cür rahat deyək ki, bu məsələn Tavridəndir, Çoğuzlarınkındandır. Rədd də eləyə bilmərik. Yəni bu da bir fərziyyədir. O işi şəxsən özüm məsələn tərəfdarıyam. Tauriz tap urdan gəlir, tapınmaqdan gəlir, pərəstiş eləməkdandır. Çünki buranın dağlar, vadi üstlərində qədimi biz nəqqaşlar ki, səyyahlar çəkiblər görürük ki, məabid var idilər ki, indi heç birindən xəbər yoxdur be qeyr az o İmamzadə ki, ora bir atəşgah idi qabaqcan. Biz görürük bunların hamısı tapınmaqdan gəlir. Tap, uriz, yəni orada pərəstişgahlar vardılar. Ya Qırğız ki, deyirlər 40 dənə qız irtibat var Qırğız, amma bəziləri deyirlər qırmızı irtibatı vardı, qırmız Oğuzdular ya 40 Oğuzdular. Bunlar hamısı etimoloji bəhslərdirlər. Yəni ehtimalı var, ehtimalı yoxdur.
qabaq zamanlarımızda bizim yer altından nə mənə çıxa, kətibə çıxa və orada nə mənə bunu isbat eləyə, rədd eləyə ona. Ayət Tabancıl buyurdular, bəli, bunların silahları sükutdur. Əlbəttə, Ayət Təbai rəhmətdir, Seyid Cavad bunlara tapşırmışdı ki, hər kəs ki bu mord işlədi, əvvəl onu məskər eləyin, sonra onu bisavad, məsələn, deyin ki, savadı azdır, qeyri-elmidir. Və ondan sonra nə qədər eləyə bilsəz ona həmlə eləyin, mark vurun, pandan zaddan deyin, pan filan, pan behman. Və indi mənim şəxsən hala məskərədən də rədd olmuşam. Bisavad deməkdən də nadidə tuturlar məni. Yəni çün bəhs eləsələr, o müxatəb gedəcəkdir, oxuyacaqdır, baxacaqdır, görəcək, bu 4 dənə məsələn mənbə deyir, o mənbələr inkar olunmazdılar. Ona görə nadidə tuturlar. Gedək bu bəhslərin idaməsinə. Qoyun mən 2-3 dənə cəlib nöqtə deyim biləcə. Perkopius bu qarnın 8-ci tarixnigarıdır. Tarix Cəngha adında bir kitab yazıbdı. Bu da yazıcıdır Bizansda. Bu deyir Sakalar və Masajetlər əslində Hundular. Hunda bunlar Türkiyədə idilər. Papius, 2-ci Papius bu Məsihiyyətin rəhbəri idi və tarix kitablarda yazıbdı. Bu nameyi yazır Sultan Məhəmməd Fatihə, dəvət edir bunu Məsihiyyətə. Bunun da əksini qoymuşam, yəni kitabından və kitabın içərisindən, həm ruy cildin, həm içərisindən. Telegramda baxa bilərsiniz. Deyir, çün siz sakaysınız və sünnət bu cür iqtiza edir ki, sakaların içərisində savaşçılar güclü olsunlar. Qarnilər siz bu ərizə saxlamışdınız, eləyə bildiniz. Misirləri göllərin arxasına dalıya çəkəsiniz. Pəs biz burada görürük ki, Türkləri Sultan Məhəmməd Fatih ilə Sakai burada ad aparır. Tarixi Bizansda, Perikiusda deyir ki, Türklər Sakadılar. Təvarixdə 10-cu illikdə Laoinkus müvərrix 15 miladıda deyir Türklər Əşkaniyan və Sakalardandılar. Nikoloso Gondino, bu da müvərrix Yunani 1453-də müzakirati ki Sultan Məhəmməd Fatih ilə vadə hazır idi. Bu da kitabında dəqiq cəlbisi türklər təvsif edir və deyir ki, bunlar 600 qabağa bağlıdırlar, Sakalara qeydirlər. Dərhal ki 600 qabaq ola bilməzdi də, çünki tarixi gördük Sakaların 3000 il bundan qabaqdır. Vəli 600-ə məhdud edir türkləri. Vəli deyir ki, bu Sakalara bağlıdır. Müasir yazıçılardan çoxdular. Yəni siz nə qədd desəz, mən bunları eləyə bilirəm. Max Müllerdən deyəm ki, bu Tatarları məsələn qisməti az türklər bilir. Bəli, Max Müllerin danışıqları, suxanranlıqları ki, yabancı dillərinin araşdırması səhifə 82-də türkləri, tatarları Sakalardan bilir. Sumiliski Taylor 1991-də səhifə 547, 560, 594-də Araz və Kor arası çayların arasında Muğan və Gəncəni Sakaların yurdu bilir. Bartold, Rusun böyük araşdırmacısı, hamı bu tanrı, deyir biz indi əqidəmiz var ki, Sakalar Yavsdandılar. Yavs da dedik ki, Həzrəti Nuh və türklərin atasıdır burada. Həzrəti Nuhun oğlu və türklərin atasıdır. Əbul Türk deyirdilər buna. N. Mar və B. Farmakovski. Bunlar da deyirlər Yavsdandılar. Məhəmməd Həsən xan Etimadu Səltənə ki, bu bilirik İran tarixində əşkanlara görə işləyibdir, Dörərət Tizam. Bu deyir ki, Turanlar Saka qəbilələrindəndir ki, bir qismətdə İranda idilər və Yavsdandılar. Əlbəttə, Yavsdada əgər nəql bilsəz, mən dedim ki, nəqllə gəlin cavab verək bunlara. Həsən Pirniya deyir, bu taza Sakalar Turandandılar, Altaydandılar, İran-ı Bastan, cildi 1, səhifə 617-618-də. Bir kitab vardı, İran və Orta Asiyanın rabitələri, ilişkiləri, Umur Xaricə bunu çap eləyibdi intişaratında Tehranda 1373, səhifə 58. Deyir, Qırğızlar türkdülər və Sakalara bağlıdılar. Bunları İran özündən deyirəm. Zəki Vəlid Tuğandan ki, ad apardı siz Eliyar bəy əvvəldə, o 3 dənə danışməndə A. Minis, H. Trilder, B. Luferdən ad aparır ki, bunlar da Sakaları türk bilirlər. Ensiklopediya İslamı da cildi 2, səhifə 97-də deyir, türklər 7-ci qərindən gəldilər Sakalarla Azərbaycana. Bayaqdan Səlcuqlar
bizi türkçələmişdilər. İndi bu Ensiklopediya İslamı bizi deyir ki, bunlar 7-ci qərin milladdan qabaq, yəni 2700 il bundan qabaq gəliblər türklər bura. O da ucursuna desin. Y.W. Pyaknov, bu da eşqüsşinas, yəni İç Oğuz tanıyandır. Bu da Mazgidləri, həmin Massagetləri İç Oğuzlardan və türklərdən bilir. Məhmud İsmail Azərbaycan tarixi Bakıda çap olub 1992 səhifə 17-dən deyirəm. Və bunlar Sabahacan da deyə bilirik, İskifləri türk deyiblər. Mişkençov bu iki tarixi Herodoti Rusiya çap eləyibdi. Əlbəttə Seyis də ki, ingiliscə çap eləyibdi. O da deyir ki, Herodot o iki Eskiflər ya həmin sakaları tərrah eləyibdi. Təsviri bir dənə Tatar türküdür. Amma bunların inanclarından danışaq bir miqdar. Bunlar günəşi pərəstiş edirdilər, o cür ki Herodot deyibdi. Və günəşə at qurbanlıq edirdilər. Atın qurbanlıqları indi də Altay ellərində bu işi görülür. Deyirlər, bu çox yeyincədən heyvandır, ən hızlı heyvandır və Zəki Vəlid Tuğan da bunu kitabında yazıb 1981-də ki, bunlar günəş və ayı pərəstiş edirlər. Əslən Azərbaycanda günəş pərəstişi kamilən də isbat olubdur. Otov Sümerlər deyirlər. Biz Otov günəşə deyirdik qədim. Əgər Həsənluğa getsək, məsələn orada bir atın sinəsinin bir plakı vardı. Bilgəmişdi 2 dənə inək götürüb. Böyrünə baxsaz onun da böyrü sakayı böyükdür. O ucu biz böyüklərdəndir. Marlikə getsək, eyni friqlər kimi ki Türkiyədə vardı. Onların da böyrü ucursunadır. Ziviyə getsək ucursunadır. Qacar nəqqaşlarının, Səfəvi nəqqaşlarında haman şüş papaq vardı. Herodot deyir, sakalar bir gözlü bir mövcuda inanclar vardı. Biz bilirik, Dədə Qurqudda bir dənə bir mövcud yaratıq vardı, bir gözü var, Təpəgöz adında. Və bunları təvsif eləyiblər, ya məsələn Yunanlıların bu camların üstündə nəqqaşları ki, bunlar ox atırlar, atda tərsi oturublar. Bu çox, məsələn, ya qəmiz içirlər, bu süt ki atlardan olurdu. Bunlar da türklərin adətlərinin Boğrat deyir ki, sakalar çadırlarda olurdular, nəmətlərdən olurdu qərə və soğuğun qabağında dayanırdılar qubba adında. Bu qubba ki, qubbə ərəbidən məsələn fikir gəlibdi, Qubbətul Türkiyə deyərdilər bunlara. Biz qubbanı Sümerdə görürük, yəni icad, yəni saxtar. Mənzur qubba yaratdı, qubbə pəs Sümer türklərindən gəlibdi və ərəb dilinə gedibdi. Əşair yaşırdılar və daş babaları var idi. Bu iki elə şəhər yerində vardı. Burada Göyməçdin yanında muzədə vardı həyətdə. Biz baxırıq görürük hamısı. Əllərində də bir dənə and var idi. Herodot deyir ki, sakalar şərabla qanı qarışdırardılar. Cildi 4 səhifə 79-da deyir Herodot öz kitabında. Qanla şərabı qatardılar və and içərdilər. Suq and, suq qan. Baxın, bu gətirirlər, deyirlər, Əvestada soğuqənd, yəni bilmirəm, fosfor yeyirlər, gücüt yeyirlər, neynirlər, o ölməsəydilər diri qalacaq. Mən də bu oxumuşam əlbəttə, Spertdə oxumuşam bunu. Amma vaqiət budur ki, oradakı soğuqənd sonradan yaratma bir zatdır. Çünki Əvestada dedik, cədid bir kitaba çox dərə oxşur. Amma bu Herodot, öz dediğiniz, bu millətdən qabağınçıdır və qanının suyun qatmağı ilə suqand və and içmək çox qulağa da düz gəlir və ağla da düz gəlir. Biz sonra görürük ki, məzarlarda, komanlarda, hətta Osmanlılarda, məsələn, Sultan Səlim zamanında bir dənə şeir də var idi, mən yadıma gələn ki, orada məsələn qanlarımız qarışdı bir-birinə və onu yaladıq və biz bir-birimizdən qərdəş olduq. Belə bir zət də vardı. Bunların təzinləri ki var daş üstündə və dəmir üstündə, biz türkdə basma deyərik də, Rumda tiniyə deyərlər. Bunu Tofiq Hacıyov bunu araşdırıbdı və deyir ki, bunlar türkü basmadılar, elə həman təzinatdılar. Ağay Rəis Niyaz Azərbaycan dərsəyi tarix səhifə 872-də də deyir, bura türküdür, amma sakaların gəlməyi ilə təqviyyət oldu. Pazirik qalısından ad apardınız. Qalı həman qalindir ki, nəməc şəklində yerə salırlar. Bu əşair və qalin kəlməsinə gəlir. Fərş də ərəbidir, yəni farsıda bu cür bir kəlmə yoxdur. Amma qalı və qalin kəlməsi bizdə vardı ki, onun düyünləri
türkçe ilmək deyərik, türkçe ilməkləri. Onun əlyafları ki, boyamları məsələn oranın öz məsələn azmayış olubdu, göy-göyərantisindəndir. Atları ki, quyruqlarını məsələn düyünləyiblər. Tamamı bunların hamısı görsədir Pazirik ki, orada bir dərənin adıdır və orada donmuşdu bu qalə, saf qalıbdır. Bu türklərindir. Amma siz gedin internetdə vurun, bunu sizə həxamənişlər gətirəcəkdir. Həxamənişlərdən burada bir dənə kibrit çöpü tapılmayıbdır. Gedib orada sağ olsunlar, fəş toxuyublar. Tamamı bunlar bizə bu günlərimə isbat elədi ki, Sakalar türküdülər və uzun bir, yəni qabil bəhs deyil əslən. Amma bərain ki, aydınlaşsınlar cavanlarımız, mən bu bəhsi bu günlərimə sizə sundum. Yaxşı gecəz olsun, sağ olun, sağ qalın. Mən də təşəkkür edirəm Aygötür sizdən. Çox məmnunam gözəl otaq üçün. Mahnımızı eşidək. Var olasınız, sağ olasınız. Ey vətən oğlu düşün,